Musa İbni Cəfərin oğlu. Hristiyanlarla Yahudiləri məğlub eləyərək öz elminin qüdrətini bizə göstərdi. İndi mənim sahibinin sizə sualı var və əgər cavab versəz, bu cəmaat qarşısında alimliyinə şəhadət verib, səni ən bilikli alim elan edəcəm. Sən çox güman Ümran sahabiysən, elə deyil? Elədir. Sualını deyil. Allahın dünyada ilk yaratdığı varlıq nə idi? Sual verdin, indi də diqqətlə qulaq as. Allah həmişə tək olur. Yer, göy, kainat olmayanda da o olub. Şəkli, həddi, hüdudu yoxdur. O belədir, təkdir, həmişə də tək olacaq. Və günlərin bir günü, o vaxtadək heç bir nümunəsi olmayan bir varlıq yarattı. Müxtəlif xüsusiyyətlərə və sifətlərə malik bir məxluq. Onu nə bir şeyin daxilində yaratdı, nə bir şeylə məhdudlaşdırdı, nə bir şeyə oxşatdı və nə də başqa bir şeyi ona bənzətdi. Yaratdığı bu varlığa əslində Tanrının özünün heç bir ehtiyacı yox idi. Əgər yaradan təkdirsə, yaratdığı insanlar dəyişdikdə özü dəyişmir? Allah həmişə mövcud olub və heç vaxt dəyişmir. Dəyişən məxluqatdır. Xilqətini Allahın daxil etdiyi xüsusiyyətə görə o şəkildən şəkilə düşür. Biz Allahı nə ilə tanımışıq? Çox şey. Məsələn? İradəsi, adı, sifəti və bunlara bənzər çox şey. Bunlar, eləcə də onun varlığını təsdiq eləyən digər məxluqat da elə Allahın iradəsi ilə yaradılanlardır. O özü nədir? Nurdur. Bu mənada ki, yaratdıqlarını hidayət edir. Elə deyil ki, yaradılışdan qabaq sakit olub, sonradan dilə gəlib? Sükutu o zaman eləyirlər ki, ondan qabaq söhbət olsun. O məxluqatın içindəndir, ya məxluqat onun? O hər şeydən ucadır. De görüm, sən güzgünün içindəsən, yoxsa güzgü sənin içində? Əgər heç biriniz o birinin içində deyilsə, onda özünü güzgüdən necə görürsən? Mənlə güzgü arasındakı nur vasitəsi ilə. Güzgüdə nuru görürsən? Hə. Onda göstər bizə. De görüm, Xudavənd həqiqətən təkdir, yoxsa onu belə vəsf eləyirlər? Hər şeyi yaradan Allah təkdir. Həmişə tək olub, heç bir tayı, şəriki olmayıb və yoxdur. Nə məlumdur, nə də məchul. Nə hafizələrdədir, nə də unudulub. Nə elə bir şeydir ki, başqa əşyaların adıyla adlandırıla bilsin, nə də elə bir şeydir ki, doğulsun və ömrünü başa vursun. Heç nəyin üstündə durmur, heç nəyə söykənmir, heç yerdə də gizlənməyib. Sərvərim, şəhadət verirəm, onun haqqında dediklərimiz doğrudur. Əbəl Həsən ərəbin ən elmli şəxsiyyətidir. Onunla heç kim mübahisə edə bilməz.